Peyğəmbərdən də hədis. Peyğəmbərimizdən buyurur: "İnne hazihil qulub təsda'u." Buyurur ki, qəlblər pas atır. Kəmə yəstəul hadid. Necə dəmir pas atır? Dəmir pas atdığı kimi ürəklər də pas atır. Qilə ya Rasulallah, fəmə cəlauha. Dedilər, ya Rasulallah, bəs bu qəlbdən pası necə tökmək, necə cilalamaq olar o qəlbi? Qalə tilavətül Qur'an. Qəlbin cilası, qəlbi cilalamağın yolu, təmizləməyin, o pası tökməyin yolu nədir? Quran oxumaqdır, Qurana müraciət eləməkdir. Ürək paslanır dəmir kimi. Ürəyi təmizləmək üçün yollar təklif edir, biri də Quran oxumaqdır. Qəlbi pak saxlamaq çox mühümdür. Quran üçün İslam baxımından insandan tələb olunan yeganə şey, insanın öz qəlbini, ruhunu təmiz şəkildə Allaha təqdim eləməsidir. Allahın insandan bundan başqa bir istəyi yoxdur. Hər nə ki bizə lazımdır, Allah qəlbdə yerləşdirib. Hər nə bizə lazımdır. Və deyib ki, bu qəlbi təmizlə, sənə kənardan heç nə lazımdır. Sənə lazım olan hər şey sənin içindədir. Din sənə kənardan heç nə vermir. Din deyir ki, içində hər şey var, onu işə sal, məqsədə tərəf hərəkət elə. Sənə elə bir qəlb verilib ki, bütün istedadlar var, mərifət var. Sənə bu yolu getmək üçün hər şey kənardadır, içərdədir. Kənarda olan şeylər hamısı içərdəkini üzə çıxartmaq üçündür. Sənə kənardan heç nə verilmir. Din gəlir insana deyir ki, ən böyük sərvət sənin içindədir. Ondan istifadə elə, məqsədə çatasan. Və bunun üçün bir şey lazımdır ki, bu qəlbi təmizləyəsən ki, o istedadları sizə, o bulaq kimi ürəkdən qaynasın, da insan təmizlənsin, məqsədə doğru hərəkətə getsin. Qəlbin nə qədər ürəyin pak olsa, onu başsız buraxsın, paslanacaq. Bəzi şeylər var, gündəlik diqqət tələb edir. Onu gündə gərək baxasan, təmizləyəsən. Bu qəlb belə bir şeydir. Hətta təmizdirsə, bir gün nəzarətsiz qaldısa, pas yapışacaq onu. Onu həmişə təmiz saxlamaq lazımdır. Quran da bu qəlbi təmizləmək üçündür. Bilmirik, Quran qəlblə nə edir ki, Peyğəmbər buyurur ki, o pasları tökür. Peyğəmbər qəlb mütəxəssisidir. Qəlb deyəndə mən bu ürəyi nəzərdə tutmuram. Qəlb bir dəfəmlik bilə, yəni ruh. İslam qəlb deyəndə ruhu nəzərdə tutur. Qəlbin təmiz olsun, yəni ruhun təmiz olsun. Bəzən bizə başa sala bilmir Quran. Allah bizə izah eləyə bilmir. Peyğəmbər başa sala bilmir. Deyib buna əməl elə. Sən bilmirsən ki, qəlb nədir və qəlb necə paslanır? Qəlbin paslanmağı nə deməkdir? Quran qəlbdə hansı təsiri qoyur? Bizi başa sala bilmir. Biz bu dünyaya niyə gəlmişik? Bu dünyaya gəlməyimizdə məqsəd nədir? Bir cümlə ilə bizdən soruşsalar ki, insan dünyaya niyə gəlib, bir cümlə ilə cavab verəsən, ən doğru cavab, tam əmin olun ki, bu cavabdır ki, biz dünyaya gəlmişik ki, Allahı tanıyaq. Allahı tanıyaq. Siz deyə bilərsiniz ki, biz Allahı tanıdıqda, yaxşı, bildiyi Allah var. Qutardı? Yox. Bilmək yox, Allahı tanımaq şərtdir. Biz dünyaya gəlmişik ki, Allahı tanıyaq. Yaradılışın məqsədi, nəticəsi nədir, qəbirdə nədir? Qəbirdə bir sual var, ona cavab ver, bütün həngamə, dava bunun üstündədir. Mən Rabbuk, sual budur. Allahu Cəllə Cəlaluhu Rabbi, cavab da bu. Və bunun üstədir hər şey. Axırda, ömrün nəticəsində qəbrə gedirsən, bir sual, Rəbbin kimdir? Cavab da Allahdır, mənim Rəbbim. Bu sual və bu cavab sondur. Ya hə, ya yox. Hədirsə, məqsədə çatdın, yoxdursa, xoş getdin. Sənin yaradılışın hədər. Sən öz yaradılışı hədər elədin. Bir sadə sual. Mən Rabbuk, Allahu Cəllə Cəlaluhu Rabbi. Rəbbin kimdir? Allahdır mənim Rəbbim. Biz dünyaya gəlmişik ki, bunu başa düşək. Mələklər görür. Mələklər elə bir yerdədir ki, onların Allah deməyi görür də Allahla üzbəüz. Biz elə bir maraq bundadır. Bizi elə bir məqama, məskənə, bir yerə göndərib ki, hər şey pərdələnib, özü pərdələrin arxasındadır. Deyir, sən də neynəməlisən, sən də pərdələri çəkməlisən, görməlisən, deməlisən ki, Allahu Cəlləsi, tapdım səni, gördüm. Sən bu pərdələri yırtmaqla məşğulsan deyə sənə elə məqam verəcəm ki, mələklər o məqama çatmayıb. Çünki mələklər gözün açandan görür, amma sən elə bir aləmdəsən ki, burada mən pərdə arxasındayam. Sən gərək hicabları təmizləyəsən ki, görəsən.
Deməli, insan nə üçün dünyaya gəlib? Allahı tanımaq üçün. Bu mərifət hardadır? Bu mərifət hər bir adamın qəlbindədir. Biz dünyaya gələndə içimizdə bir qiymətli sərmayə var. O Allahı tanımadır. Onun üstünü müxtəlif istəklər örtüb. Ona görə deyirlər, istəyirsən Allahı tanıyasan, özünü tanı. Çünki Allah sənin içindədir. Allah tanıma sənin içindədir. Buyurur ki, mən ərəfə nəfsəhu fəqəd ərəfə rəbbə. Deməli, biz gəlmişik Allahı tanıyaq. Allahı necə tanıyaq? Buyurur, özünü tanı. Özünü necə tanıyasan, özün barədə kitab versinlər, oxuyum, görün mən kiməm, mümkündür. Bəzi şey var, onu tanımaq üçün onun barədə oxumaq lazımdır. Amma öz belə deyir, qəlb belə deyir. Özünü tanımaq üçün gərək olar olmaza əməl edəsin. Qəribədir ki, qaydası belədir. Din bunun üçün gəlib ki, elə, eləmə, elə, eləmə. Bu elə, eləmənin içində ürəyindən əməliyyat gedir qəlb üzərində. Qəlb üzərində əməliyyat gedir, o dərinlikdə olan o Allah tanıma hissi, bu olar olmazlar vasitəsilə üzə çıxır yavaş-yavaş. Din bunun üçün gəlir. Sanki o ruhda bir əməliyyat aparır. Olar olmaz, bunu eləyirsən, eləmirsən, eləyirsən, eləmirsən, o gizlində olan o mərifət üzə çıxır. Çıxır üzə, insan başlayır Allahı tanımağa. Yoxsa haramın başqa heç bir mənası yox. Niyə? Olmaz. Ancaq vallah buna görə ki, olmazdan eləməklə o mərifətin üstünü pərdəlirsən. Ondan çəkinməklə o pərdələri qəlbin üzərindən çəkirsən. İnsan çox əzəmətli varlıqdır. Ona görə biz heç vaxt özümüzü tanımayacağıq. Bizim özümüzü tanımağımız nisbidir. Ruh çox əzəmətlidir, ruh çox əzəmətlidir. Biz bilək ki, nəyi gəzdiririk? Biz bir dəfə başa düşsək. Biz nəyi gəzdiririk özümüzlə? Necə ehtiyatla addım atarıq? Bu görürsən, maşını yavaş-yavaş məsələn, arxaya verirlər, böyük bir maşını diqqətlə, çünki bilir, böyüdür bu maşın. Yuvarlansa dərədən ağır olacaq. İnsan bilə ki, özü ilə nəyi gəzdirir? Bir söz nəyi gəzdirir? Bütün yer kürəsini atasan insan ruhunun içinə, insan ruhunun içində itbat olar, itər batar. Heç nə görsənməz. Bütün yer kürəsini, yaradılış aləmini, yəni maddi aləmin hamısını, insan ruhu əhatə eləməyə qadirdir. Bu əzəmətdə yer kürəsi insanın ruhunun içində bir zərrə kimi itər batar. Bilirsiniz niyə görə? Mən insandan bir niyə danışıram? Quranın əzəmətini başa düşək. Musa əleyhissalam soruşdu Allahdan. Dedi, mən bilirəm ki, sənin üçün məkan təsəvvür eləmək olmaz. Sən məkana sığmazsan. Amma birdən məkan təsəvvür eləmək olsaydı, sən harada yerləşərdin? Allah Həzrəti Musaya dedi ki, mənim məkanım, mən yerlərə, göyə sığmaram, amma müminin qəlbi mənim məkanımdır. Gör, qəlb nə qədər əzəmətlidir. Ruh nə qədər əzəmətlidir. Əgər Allaha yer təsəvvür eləmək olsaydı, o insanın qəlbi olacaqdı. O insanın ruhu olacaqdı. Bax, bu əzəmətdə bir əmanət bizə verilib. Bəzən bu paslanır, bəzən çirklənir. O paslanmaq nədir? Onu bizə Allah bilir, o nədir? Biz bilmirik. Biz bilmirik nə böyük bir dəryadır. Və bu qayda qanunlar var, bəzisini başa düşmürük. Başa düşmürük ki, bax, bu nə təsir qoydu ruha. Biz bir həkimə gedirik, məsələn, deyə, mənim xəstəliyim nədir, deyə, filan şeydir və filan dərmanı qəbul edir. İndi o xəstəliyin bütün fəlsəfəsini açıb mənə danışsa, o dərmanın bütün faydalarını danışsa, bütün o prosesi danışsa, mən də olaram həkim. Hələ bu cisim məsələsindədir. Ruh daha əzəmətlidir. Allah bəzən bizi başa sala bilmir. Deyir, sadəcə eləmə. Eləmə. Çünki bu ruhu mən yaratmışam, bilirəm nə günə qoyur bu əməl adamın ruhunu. Quran bütün gün insanın qəlbi ilə məşğuldur. Quranın işi insanın qəlbini sağaltmaqdır. Deyirsən ki, niyə görə filan şey haramdır? Axı sən bilmirsən, bu əməl ürəyində nə təsirlər qoyur? Necə sağalmaz yaralar vurdu sənə? Bəzi insanlar görürlər. Bir nəfər deyir, mən getdim filan yeri ziyarət elədim. Oradan çıxanda mən bir musiqiyə qulaq asırdım, haram musiqiyə. Gördüm o musiqi mənim ruhuma nə təsir qoyur, onu elə bil mən gördüm. Belə vaxtda biz görmürük. Amma o ruhda onun qoyduğu təsiri mən gördüm. Ayətullah Mərifət deyirdi ki, qeyri-ixtiyari, özündən asılı olmayan haram bir baxış ən azı bir həftə ürəkdə təsir qoyur, 7 gün. Hələ qeyri-ixtiyari. Allah günah yazmır. Allah cəhənnəmə aparmır. Gedirdin, gözüvə sataşdı. Baxdın. Günah eləmədinsə, günah... Amma buyurur ki, o ruhda öz təsirini qoyur. Qəlbdə öz təsirini qoyur.
İnsan Allahı tanımaq üçün dünyaya gəlib və bu mərifətin mənbəyi insan qəlbidir. Bu o qədər sonsuz bir yoldur. İnsan heç vaxt Allahı tanıya bilməz. Cənnətdə də davam eləyəcək. İmam Baqir əleyhissalam bu əzəmətli hədisdir çox. Mən bunu sizə bir neçə dəfə demişəm. Deyim və sözümü tamamlayayım. İmam Baqir əleyhissalam buyurur ki, hər cümə gecəsi Allah biz Əhl-i Beytə özü barədə yeni bir mərifət verir. Onu verəndə elə bil ki, heç dünənəcən Allahı tanımamışıq. Keçən həftə olduğumuz mərifət Əhl-i Beytə. Hər həftə bizim mərifətimiz yenilənir. Təzə mərifət ürəyimizə daxil olanda baxırıq ki, indiyəcən heç biz Allahı tanımamışıq. Bu hər həftə davam edir. İnsan sonsuza qədər gedir. Allahı tam şəkildə tanıya bilməyəcək. İnsan əbədi olaraq cənnətdə qalacaq da bunun üçün yaranıb. Cənnətdə hər gün mərifəti artacaq. Əbədiyyətə qədər İnsan mərifəti arta gedəcək, tükənməyəcək. Görün nə dərin dəryadır və bu mərifətin qabı, məskəni insanın qəlbidir. Quran da gəlib bu qəlbə əlac eləyər. Quranın bütün ayələrinin qəlbdə təsiri var. Biri görürsən bir yara var, onu sağaldır. Biz xəbərimiz odur ki, deyirlər, oxuyun Quranı. O öz işini görür sizlə. O öz işini görür. Harasındasa toz var, təmizləyir. Harasında yara var, onu dərman eləyir. Hər ayənin bir təsiri var. Quranda olan hər ayə qədər deyirlər cənnətin dərəcəsi var. Bu sözləri biz başa düşmürük nədir. Bizə deyirlər bunu oxuyun və düşünün, bunun üzərində fikirləşin, bu öz müalicəsini eləyəcək. Bu öz təsirini sizin ruhunuzda qoyacaq. Ona görə də Quranla tanış olaq, həmişə Qurana qulaq asaq, tərcüməsinə baxaq. İndi tərcüməsi disklərdə də buraxılıb. İnsan dinləyə, oxuya, ərəbcəsində hökmən oxuya. Ərəbcəsinin insan ruhunda xüsusi təsiri var. Ərəbcə Quran oxumaq vacibdir, amma eyni zamanda düşünə, fikirləşə, mənalarını dərk eləyə və çox böyük bir Quranın insanda təsiri var. Quranın bütün əzəməti bundadır ki, Quran Allah kəlamıdır və Allah nə qədər əzəmətlidirsə, Allahın əzəmətini dərk eləmək mümkündürsə, Quranı da tanımaq mümkün olar. Allah bizi dünya və axirətdə Qurandan, Əhl-i Beytdən kənara salmasın inşallah.